Salam, hörmətli tamaşaçılar, xoş gördük sizi Söz Səngəri proqramında. Proqramımızın bugünkü qonağı Filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elm işçisi Şakir Albaliyevdir. Xoş gördük Şakir müəllim. Sağ ol, başınız olsun. Deməli, 88-ci ildən bəri ölkəmiz təlatümlər yaşayıb, qanlı yarımlar hadisələr törənib, qaçqınlar 1 milyona qədər qaçqınımız əmələ gəlib və bu döyüşlərdə demək olar ki, 2 kənddən, 3 kənddən biri ən azı şəhidlər xiyabanı salınıb. Düzdür. Bu məqamda siz bizim qəzetinə əməkdaşlıq edib, Bütöv Azərbaycan qəzetində silsilə yazılar yazmısınız. Amma indiki texniki vəziyyətlə qəzetçiliyin informasiya yükü çatdırmaq baxımından fərqlidir. Buna görə sizi studiyamıza dəvət elədik ki, o qəzetimizdə yazdığınız bəzi məsələlərə burada da aydınlıq gətirək və tamaşaçılarımız məlumatlansın. Ümumiyyətlə, şəhidlik nədir? Çox yaxşı sual verdiniz. Tamxin müəllim, şəhidlik nədir, şəhid sözü nədir? Mən bu haqda hələ tələbə olduğum dövrlərdə tədqiqatlar aparmışdım, yazılar yazmışdım. Söz insana məxsusdur. Yəni, insanın danışıq vasitəsi, ünsiyyət vasitəsi dildir və dilin də xam malı sözdür, sözlərdən təşkil olunur. Və ona görə də sözlər də sanki canlıdır. Belə ki, dünyaya gəlir, yaşayır, bir müddət yox olur və sonra elə ki, təzədən dirilik tapır. Mən deyərəm ki, şəhid sözü də belədir. Yəni, biz dilçilikdə deyirik tarixizmlər, arxaizmlər, köhnəlmiş sözlər. Demək olar ki, şəhid sözü də bəzi bölgələrdə istisnalarda işlənməklə danışıqdan çıxmışdır. Misal üçün, deyək ki, biz Sovet dövründə yaşadıq. 1941-1945-ci il Böyük Vətən müharibəsi adı ilə adlandırdığımız müharibədə həlak olanları biz şəhid demirdik. Deyir ki, filan kəs filan vaxtı həlak olub, qəhrəman olsun, həlak olub. Biz orada da şəhid olub sözünü işlətmirdilər. Amma bizim kəndimizdə şehidlər deyirlər, il arasında şehidlər. Yəni şəhid sözünün şehid variantı. Şehidlər deyilən bir ziyarətgah vardı. O bir təpəciyin üstündə idi, daşlar da vardı. Çox şübhəsiz ki, indi bir şey o vaxt bilmirdik. Çox şübhəsiz şəhidlərmiş, qəbirlərmiş və bir böyük qaraçəkən kol da vardı və oranın cəmaət müqəddəs sayırdı və ziyarət kimi düşünülürdü. Amma deyim ki, həmin dövrdə desək ki, şehidlər nədir, şehid nədir, başqa çox adam bilməzdir. Çünki bir söz olaraq sıradan çıxmışdı, unudulmuşdu. Yenə deyirəm, həlak olmaq sözü vardı, bir də kəs ölmək sözü var, amma onu vəfat edibdir. Amma yəni şəhid sözü qədər dərəcədə işlənmirdi. Və 1990-cı il 20 yanvar faciəsi bir daha şəhid sözünü dövriyyəyə gətirdi. Yəni bu söz elə ki, arxaizmlə, tarixizmlə, köhnəlmiş söz statusundan çıxdı və yenidən gündəmə gəldi, yenidən neologizmlər sırasına daxil oldu və indi artıq da hazırda isə ümmüştək sözlər sırasındadır və hər kəs şəhid deyiləndə o sözün mənasını bilir. Amma bir məsələ var. Bu 90-cı il hadisələrindən sonra, Qarabağ müharibəsindən sonra bizim igidlərimiz, igid oğullarımız, qızlarımız gedib döyüşlərdə özlərini, canlarını fəda etdilər və şəhidlik zirvəsinə yüksəldilər və ondan sonra biz şəhidlik sözünü daha tez işlətməyə başladı və bugün artıq hamı tərəfindən başa düşülür. Amma bir məqamada nəzər salmaq istəyirəm ki, elə Bütöv Azərbaycan televiziyasının tamaşaçıları da bizi dinləyirlər, onlar da bilsinlər, təvəzzükardan uzaq olsa da deyim ki, bir şey var ki, şəhid sözünü
bu müharibə ilə bağlı olaraq biz məna arealını daraltmışıq. Çox vaxt onu biz dar çərçivədə başa düşürük. Necə onu da qoy izah edeyim ki, mən müxtəlif tədbirlərdə də görmüşəm. Hətta görürsən ki, konkret deyim, Hökümə Əliyeva Samalyot qəzasında özünü fəda elədi və həlak oldu, şəhid oldu, milli qəhrəman adı aldı dövlətimiz tərəfindən də çox haqlı olaraq. Amma mən elə bir mötəbər məclisdə rast gəlmişəm ki, bəzən deyirlər ki, deyək ki, Hökümə Əliyeva şəhiddirmi? Belə bir sual da verdilər və mən də təəccüb qalmışam ki, necə yəni şəhid deyil? Və sonra soruşmuşam ki, şəhid nədir? Görmüşəm, sualımdan çaşdılar və tam cavab verə bilməyiblər. Onda mən qayıdıb o sözün qarşısında özüm öz sualıma cavab vermişəm ki, şəhid, görmüşəm onlar başa düşür ki, gedib Səngərdə, erməni qarşısında döyüşəndə və orada həlak olanda buna şəhid deyirlər. Görmüşəm, bu mənada başa düşür. Demişəm, yox, şəhid sözünün məna arealı genişdir, amma bu 90-cı illərdən sonra təzən dövrəyə girən şəhid sözünü biz dar mənada başa düşürük. Çünki şəhid sözü ancaq gedib döyüşlərdə güllə qabağında özünü sinəsini qabağa verən vətən yolunda həlak olanlar şəhid adlanır. Demişəm, şəhid sözünün məna arealı genişdir, elə deyil. Çünki şəhid sözü din uğrunda, məslək uğrunda, əqidə uğrunda, namus uğrunda, haqq, ədalət uğrunda özünü, canını fəda edən şəxsə şəhid deyirlər. Yəni təkcə gedib Qarabağ döyüşlərində şəhid olana şəhid demirlər. Yəni biz bunu dar çərçivədə anlayaq ki, haqq, ədalət uğrunda deyəndə vətən də vurur. Vətən də olsun da, bəli, bu da ümumi məfhum. Yəni onsuz da bilirik ki, vətən uğrunda şəhid olanlar şəhiddir. Bu heç. Yəni ümumi deyirmək haqq, ədalət. Yəni bir haqqın uğrunda, hansısa bir haqqın uğrunda, ədalət uğrunda, əqidə uğrunda, məslək uğrunda, namus uğrunda özünü əgər ölmə verirsə, bu adam da şəhid adlanır. O cümlədən də Hökümə xanım da bilərəkdən ki, orada ölüm var. Biz handa bir deyim ki, kişilərə xas olan xüsusiyyət deyil ki, o özünü toparladı. Bildi ki, ölüm var, amma insanlara təskinlik verdi, hər şey yaxşı olacaq deyə insanlara təskinlik verdi. Orada xeyli insanlar da şəhid olmaqdan, yəni həlak olmaqdan qurtuldu və salamat qaldı. Yəni bu özü də vətən yolunda, bəşəriyyət yolunda, insaniyyət yolunda, haqq ədalət yolunda özünü fəda eləmək və şəhid olmaq kimi bir məqamdır. Bu məqamda bir sual doğdu. Buyurun. Döyüş şəraitində olaraq tutaq ki, adam həlak olub, bəli, döyüş şəraitidir. Bəli. Amma müəmmalıdır ölümü, bilinmir. Düşmən tərəfindən vuruldu, necə oldu, qəza oldu, nə oldusa adam həyatını itirdi. Buna necə şəhid kimi yanaşmaq olarmı? Mən sizə bir söz deyim ki, bu mənim həm də düşüncəmdir. Əgər kimsə əlinə silah götürüb gedibsə səngərə, döyüşə, vətəni qorumağa və o adam orada təsadüf məsələsində nəsə dünyasını dəyişə bilərsə, o da şəhid. O adam özün faktiki olaraq birbaşa döyüşə aparıb orada onun taleyi orada gətirib. Yəni o adam əgər döyüşə getməsəydi, vətən uğruna döyüşməyə getməsəydi, orada da olmazdı və orada da o başına həmin qəzalar gəlməzdi. Mənə elə gəlir ki, həmin adam da yəni şəhid sayılır. Çünki bu adam döyüşən bir ordunun nəscəridir də. İndi o təsadüf o məsələsində bu da onun taleyidir. O da onun şəhidlik taleyidir. Amma indi baxır şəhidlikdə necə ki, bax deyək ki, biz döyüşürük, hələ şəhidlik demirəm. Hələ sağ qalırıq, ölmürük. Döyüşlərdə göstərdiyimiz şücaətə görə ölkə başçısı tərəfindən hansısa titullara layiq görülür, medallar alırıq, ordenlər alırıq və ya da fəxri ad alırıq, milli qəhrəman və s. döyüşdə göstərdiyi şücaətə görə. Amma bir də var ümumi şəhiddir, əsgərdir, qazidir. Bu cürdə yəni ki, o şəhiddə biri var qəhrəmanlıq gözlər, o da ad ala bilər. Bir də var ki, təsadüf məsələsindən şəhid olur. Bax bu cür dəyərləndirər. Qazi məsələsi ətrafında da çoxlu müəmmalar var. Biri qazi ancaq döyüşdə yaralanana deyir, biri deməli şikəst olub qaydana deyir. Ona da bir aydınlıq gətirək. Görək qazi kimdir ümumiyyətlə? O da maraqlı sualdır və qazi sözü də deyərdim ki, şəhid sözü kimi tarixin arxivına qoşmuşdu, Azərbaycandan söhbət gedir. Yəni ümumilikdə sıradan çıxmışdı. Düzdür, bizim söz deyil, amma hər halda işləmir vaxtı ilə. Və hətta titul kimi də işlənibdir qəhrəmanlığına görə. Qazi Bürhanəddin Əhməd, tuyuq janrının ustadı olan Qazi Bürhanəddin Əhmədin o daşıdığı qazi adı, onun həm də döyüşçü, sərkərdə olduğuna görə verilən demək tituldur, ləqəbdir ki, o daşıyır. Qazi sözü də sıradan çıxmışdı, ancaq
2020-ci ilin Vətən müharibəsində, 44 günlük Vətən müharibəsində bizim ordumuzun rəşadətli döyüşlər nəticəsində qələbə çalmamız sayəsində bir daha Qazi sözü dövriyyəyə gəldi. O da təzədəndən elə ki, yaşarlıq qazandı, ikinci bir ömür qazandı və Qazi sözü işlənməyə başladı. Və Qazi sözü nədir? Qalib əsgərdir, qalib döyüşçüdür, qalib komandandır və s. Hətta qalib gələn ordunun şəhidləri də qazidirlər. Yəni qazi şəhidlərdir. Yəni qalib gəlib özlərini vətən yolunda fəda edən şəhidlərdir ki, bunlar da qaziliklə şəhidliyə uzanırlar. Amma bu söz dövriyyəyə gələndən sonra insanlar arasında bir çaşqınlıq var yenə də. Mən o barədə vaxtında yazmışam, bizim Bütöv Azərbaycan qəzetində də yazmışam. Bəs bunu niyə yazdım? Adını çəkməyəcəm, bir tanınmış ali təhsilli bir dil ədəbiyyat müəllimi nəsə mənə telefonla danışırdı, yoxsa yazmışdı qəzetə. Gördüm orada qazi sözünü işlədibdi və bu yaralı mənasını işlədib. Ki, filankəs yaralıdır, qazidir. Mən telefonu danışdım ona, dedim ki, sən niyə belə deyirsən ki? Qayıtdı, təəccübləndi. Niyə? Dedim, qazi nəyə deyirsən? Dedi, yaralanan adamı deyirlər də döyüşdür. Gördüm ki, bu adam bilmir. Sonra adam sağ olsun. Özü etiraf elədi, dedi, vallahi, mən izah edən sonra dedim, sən deməyəcəm, mən bilmirdim. Amma xahiş edirəm, bu arada bir yaz ki, cəmaat oxucular məlumatlansınlar, maariflənsinlər ki, qazi nədir? Çox sağ olsun ki, etiraf edək ki, mən bilmirəm, ali təhsil ədəbiyyat müəllimdir, məndən də yaşda böyükdür, özü savadlı müəllimdir. Və yazardı həm də. Dedi, bu arada açıqlama ver, qoy kütlə bilsin, ictimaiyyət bilsin. Ondan sonra mən bir yazı yazdım ki, qazi sözü nədir? Qazi sözü bayaq dediyim kimi, qalib gələn bir ordunun əsgəridir, döyüşçüsüdür. Amma biz o sözü işlətməydik ona görə ki, 1990-cı illərdə başlanan Qarabağ müharibəsində arxarı köpək qurt basar deyir xalqımız. Yəni, düşmənlərimiz öz havadarlarına güvəndi və müxtəlif yollarla biz demək olar ki, müvəqqəti olaraq məğlub olduq. Müvəqqət deyil, da bilək. Yəni ki, məğlubiyyət kimi düşünülürdü. 30 il ərzində də, qələbə çalana qədər də insanlarda ruh düşünü yaranmış ki, yəni torpaqlardan əlimiz üzüldü, belə deyillər, düşünənlər də vardı. O məqama gəlmişik elə, düşünənlər də vardı, əlini üzənlər də vardı. Ümidlə, inamla hazırlaşan, məşq eləyən əsgərlərimiz, ordumuz, məktəblərimiz də vardı, hamısı bilirdi. O arada atəşkəsdən sonra müəyyən müddət keçdi, amma müharibə bitməmişdi. Ona görə də indi 90-cı illərin döyüşçüləri ilə bu Vətən müharibəsi döyüşçüləri arasında elə bilirəm heç bir fərq yoxdur. Ona görə də demək istəyirəm ki, 44 günlük müharibədən sonra qazi sözü ümumilikdə statusu qazandı, xalq arasında qazandı və gördüm ki, bu 44 günlük müharibədə yaralanan əsgərlərə qazi deyirlər və qazi sözünün mənası və şəhid sözlə bağlıdır. Daraltmağa başladı ki, qazi gedib müharibədə yaralanan deyirlər. Və hətta bəlkə dindirsən deyərlər ki, 90-cı illərdə yaralanan da qazi demək olar. Amma iştirakçı yox. Bəlkə də belə düşünürlər ki, qazi yaralı deməkdir. Amma yenə deyim, qazi qalib bir ordunun əsgəri, komandanın ümumilikdə bu qalib gələn ordu deməkdir. Və bəzən o nöqtə-nəzərdən çıxış edirlər ki, 90-cı illərdə, 93-cü ilə qədər torpaqlarımız işğal olunan vaxtlarda döyüşlərdə iştirak edənlər qazi deyirlər. Bəzən belə yanlış düşüncə var. Bu çox səhv bir düşüncədir. Çünki bizim döyüşümüz haqq uğrunda döyüşüdür, torpaqlarımızın azadlığı uğrunda döyüşüdür və Qarabağ müharibəsi belə deyək. Qarabağ müharibəsi adlanırdı. Qarabağ uğrunda, torpaq uğrunda, Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda müharibə adlanırdı və ona görə bir müharibənin tərkib hissəsi olduğuna görə müharibəni mərhələlərə bölmək olar da. Deyək ki, 93-cü ilə qədər olan mərhələ atəşkəs mərhələsi və 2020-ci ildəki 44 günlük ikinci vətən savaşı dediyimiz müharibə ki, bunlar hamısı bir müharibənin ayrı-ayrı mərhələləridir və nəticədə çox şükür olsun Allaha ki, Ali Baş Komandamızın qətiyyəti ilə, xalqımızın iradəsi ilə, əsgərlərimizin, döyüşçülərimizin şücaəti ilə biz bu qələbəni qazandıq və ondan sonra ümumiyyətlə qələbə çalan bir ordunun əsgərləri olaraq istər 1-ci Qarabağ müharibəsində, istərsə də 2-ci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər, hər bir komanda, hər bir komandir, hər bir şəhid qazi adına layiqdir və qazi deyilməlidir bir mənalı şəkildə. Və qazi sözünü yararlı kimi düşünənlər
da biraz səhv var ki, yəni orada yaralı olmuyor. Yanlış Yəni edirlər. yəni qalib yordun nəsə var. Orada o bəxt, o da məsələsidir ki, gedəsən yaralana da bilərsən, şəhid ola bilərsən və yaxud da heç bir yara almadan müharibəni sağlam şəkildə başa da bilərsən. Yəni bunlar da qaziyyətlandır. Əslində mən deyərəm ki, bu Vətən müharibəsindəki qələbənin özülü, fundamenti elə 90-cı illərdəki döyüşçülərin vasitəsilə qoyulub. Əlbəttə. Həm də o döyüşçülərin çoxları da indi öz övladları ilə çiyin-çiyinə yenə döyüşdülər. Bəli, bəli. Həmin dövrdə hətta bilirsiniz, mən də o döyüşdə olmuşam. Hətta deyirdik ki, biz ətdən çəpər çəkmişik düşmənin qarşısında. Yəni ki, indi müasir texnika ilə kənardan kənara vursa, amma bax canlı şəkildə düşmənlə üz-üzə, əlbəttə döyüşlər gedir. Yəni bu özü böyük bir qəhrəmanlıqdır. Özdə vaxt silah da yox idi. Bəli, silah da yox idi. 7-8 nəfər bir silahla. Mən ona görə deyim ki, düşmənlər arxaları vardı, havadarlar vardı, silah da alırdılar. Qorxma, qoçağım deyənlər də vardı, amma bizdə silah da yox idi. Ölkədə təzə qurulurdu. Ya bu nöqtə-nəzərdən yəni ki, amma uzun müddətdə döyüşlər getdi. O vaxtda bizim qəhrəmanla şəhid olanlarımız oldu. İşğala qədər də, işğal vaxtı da. Yəni bunlar hamısı qoçaqlıq göstərirlər ki, həmin dövrün texnikasına uyğun şəkildə hərəkət edərək düşmənlə üz-üzə, göz-gözə dayanaraq öz canlarını fəda etdilər. Şəhid oldular, sağlamlardan keçdilər. Bunlar hamısı faktdır. Yəni bunlar danmaq olmaz. Və bəzən görsən deyirlər ki, 2020-ci ildə xalqımızın başını uca etdiniz. Xalqımızın başı o vaxt uca. Həmişə uca olur. Hörmətli tamaşaçılarımıza onu da demək istəyirəm ki, bizim çıxış etdiyimiz Bütöv Azərbaycan televiziyasına abunə olsunlar, dinləsinlər, qulaq assınlar və Bütöv Azərbaycan televiziyası öz adında göründüyü kimi Azərbaycanımızın bütövlüyünü təbliğ, tərənnüm edir və biz Bütöv Azərbaycan naminə birləşməliyik, bir olmalıyıq. Bütöv Azərbaycan televiziyasına abunə olmanızı hər birinizdən xahiş edirəm. Şakir müəllim, çox sağ olun. Sağ olun. Studiyamıza gəldiyinizə görə, Çox sağ olun. ətraflı məlumat verdiyinizə görə, şəhidliyə, qaziliyə aydınlıq gətirdiniz. Hörmətli tamaşaçılar, bir daha xatırladım ki, studiyamızın qonağı filologiya elmləri doktoru Şakir Albalyev idi. Şakir müəllim həm də yazıcıdır, publisistdir. Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elm işçisidir. Sağ olun, gələn görüşlərə qədər.